Bu günləri biz Mikayıl Müşfiq ocağında yığışmışıq. Nakam şairimizin təbiət boyunda düzəldilibdir. İndi onu gedib ziyarət edəcəyik. Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatında çox böyük rol olubdur. Az yaşı ilə onun yazdığı şeirlər, dillər əzbəri olub. Onu qəlblərdə, ürəklərdə yaşadıbdır. Düzdür, mən bu ilk dəfədir gəlirəm bu ocağa. Mikayıl Müşfiqi yad etmək üçün. Ancaq həmişə onun o sevgisi, məhəbbəti qəlbimdə olubdur. Həmişə o arzu ilə yaşamışam. Mikayıl Müşfiq az ömrü ilə həqiqətən çox böyük işlər, böyük əsərlər yazdı. İnan ki, o bir qədər yaşasaydı, yaşa çatsaydı, Azərbaycan böyük bir dahi şairi olmağı mümkün idi. Yəni o daha böyük əsərlərin müəllifi olacaqdı. Hətta onun oxuduqlarından yazaram xatirələrdə. Məktəb illərində oxuduğu vaxtda müəllim sual verir ki, hansı bir türk şairinisə keçirmiş də, deyir, yanımda kitab yoxdur, kim onun bir şeirini deyə bilər də, kimsə oxuyubsa. Müşfiq əlini qaldırır, deyir ki, müəllim hansı şeirini demək lazımdır? Deyir, hansını bilirsən? Deyir, mənə sual verin ki, hansını bilmirəm. Təsəvvür edin, bir şairin bütün yaradıcılığını əzbərləyir. Bu qədər böyük hafizə yaddaşa malik olub. Onun hətta deyir, adi çıxışları vardı. Elə ardıcıllıqdır ki, elə bir şeir deyirdi. Adi, məsələn, hansı bir çıxışda da belə. Yəni, bir daha, indi onun bir şeirini ən uşaqlıqda ən çox birinci rast gəldiyimiz, o bayaq maşında gələndə də Xəyalı xanım dedi, o şeiri bir bəndinin deyirəm, hamısını bilirəm, əzbər, yəni yadımdan çıxa bilər. Ah, mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Başqa bir şeirində Müşfiq yaradıcılığına fikir verəndə o həddindən artıq böyük təbiət vurğunu olub. Bütün şeirlərində təbiətə elə gözəl təcəssüm elətdirib ki, onun məsələn adi bir payız haqqında onun bir şeiri var, hansı əsərindəndir, kiçik bir deyir orada, doğrudan nə qədər gözəldir payız, ona söyləməyin vərəmli bir qız. Onun da sevimli bir halı vardır, bəlkə bir nəşəli məlalı vardır. Dostlar, əlinizdən çıxdı yayınız, bugün təbiətdən budur payınız. Baxarkən göylərə bir gənc şairin buludlu üzünü xatırlayınız. Həqiqətən o nakam bəlkə də özünü orada, daha doğrusu qələmə vermişdi. O vaxtki illəri, hadisələri qələmə almışdı. Çox sağ olun. Allah rəhmət eləsin Mikayıl Müşfiqə. Çox sağ olun. Qəbri nurla olsun. Amin.